Salamlayıram hər kəsi. Mən Şəfəq Məmşova, riyaziyyat müəllimi. Bu videoda binom haqqında danışacağım. Deməli, binom nədir? Binom A üstə gələk B üstündə C. Bax, bu ifadənin açılışı binomdur. Bunun açılışı bir adlanır. Deməli, kombinizon n-dən 0, A üstü n, B üstü 0, kombinizon n-dən 1, A üstü n minus 1, B üstü 1, kombinizon vesaire sonuncu olacak kombinizon n'den n, A üstünde 0, B üstünde n. Bak burada kombinizonlar ki görüyoruz. Bunlara deyirik binomial emsallar. Bu binomial emsalların cəmi kombinizon n'den 1 vesaire kombinizon n'den n. Bu cəm toplamda 2 üstü n'e bərabərdir. N'de gördüğünüz gibi burada nədir? Qüvvəti də. Binomun qüvvəti. 2 üstü n'e bərabərdir. Burada tabii ki bu emsalların yarısı tek nömrəli həddin emsalıdır. Yarısı da cüt nömrəli həddin emsalıdır. Yəni tek nömrəli həddlərin binomial emsallarının cəmi 2 üstü n minus 1'dir. Cüt nömrəli həddlərin binomial emsalları söhbət gedir. Yerdə qalan da 2 üstü n minus 1'dir. Məsələn, təqdir edirəm ki 2x çıxılsın 3 üstü 6. Deyirəm bunun bu binomun binomial emsalların cəmini. Binomial emsalların cəmi deyəndə 2 üstündə n, yəni 2 üstündə 6, o da neçə edəcək? 64. Desək ki, tək nömrəli hədlərin binomial emsalların cəmi desə, deməli 2 üstü 6-nı yarıya bölürəm, yəni 2 üstü 5, yəni 32. Təbii ki, yerdə qalan 32 də cüt nömrəli hədlərin binomial emsalların cəmidir. Binomial emsallarla emsalların cəmi sözünü qarışdırmayaq. Emsalların cəmi deyəndə dəyişənin yerinə 1 yazırıq. Dəyişənlərin yerinə 1 yazırıq. Məsələn, bu ifadə üçün binomial emsalların cəmi dedik ki 2 üstü 6'dır. Ümumiyyətlə emsalların cəmi desə, onda x-in yerinə 1 yazırıq. Alacağıq nə? 2 vurulsun 1 çıxılsın 3 üstü 6, o da 1 olacaq. Deməli, bu binomun emsallarının cəmi 1 olacaq. Yine deyirəm, binomial emsallar başqadır, emsalların cəmi başqadır. Binomial emsalların cəmi deyəndə 2 üstü n, ümumiyyətlə emsalların cəmi deyəndə dəyişənlərin yerinə, dəyişən və yaxud dəyişənlərin yerinə, ola bilər 2-3-dən dəyişən olar. Yerinə 1 yazırıq. İndi binomial emsalların gördüğünüz gibi bak bunlar onun neydi? Açılışda bunlar onun hamısı həddidir. Fikir verirsə bunlar həddidir. Bu hədlərin ümumi forması belədir. T işarəli həddi. T k plus 1. Niye k plus 1? Görürsünüz burada nədir? Bak bu sıfırdan başlayır ona göre. Demek birinci hədd nə deməkdir? Yəni k'nın yerine 0 koysam olur da. Yəni ona göre həmişə nə deyik? K plus 1 yazırıq. Olur kombinizon n'den k, A üstünde n çıx k, B üstünde k. Bak bu çox qəşəng düsturdur. Bunu yada saxlayırıq. Demək olar ki buradan işləyirik həmişə. Deməli binomial emsalda hədlərin düsturu ümumi düsturu. Kombinizon n'den k, A üstü n minus k, B üstü k. Təbii ki T k plus 1 nömrəsidir. Məsələn desək ki, bax bu çox ədlidə, bax bu binomda 5-ci həddi tapın desə T 5. Təbii ki T 5-də k neçədir? Əgər T'nin ayağında 5'də k plus 1 5 desə k olacaq necə? 4. Yazıram kombinizon n də bizdə nədir? 6'dır. 6'dan 4 A'nın yerine bir 2x durur. 2x üstü 6'dan çıxıram 4'ü 2 mənfi 3 üstü gördüğünüz gibi mənfi daha. Mənfi unutmuruq. Mənfi üstündə təbii ki 4 k yani. Düzdür? Bunu hesablayıram bərabər. Kombinizon 6'dan 4 dedi. Kombinizon 6'dan 2'dir. O da neçə edir? 15. Bəli 15. 2 üstü 2 4 x kvadratı mənfi 4 də 81. Deməli alıram nə? 30 vuram 80. 60'ı vuram 81'e. 486 0. X üstü 2. Deməli bax bu çox ədlinin. Bax bu binomun. Desək ki 5-ci həddini tapın. 5-ci həddi bax budur. 5-ci həddin əmsalı da 4860'dır. Bax bu şəkildə işləyirik. Məsəl üçün deyə bilər ki, necə deyə bilər? Məsələn deyə bilər ki, x kvadratı çıxılsın 1 bölünsün x. Üstü tak ki 6 deyəlim də, tak ki olsun 6, böyük hədlər də ola bilər. Bu binomun sərbəst həddini tapın. Bir var belə, bir də var belə. Məsələn, tak ki 5x kubu çıxılsın, tak ki 2'nin üstü 4 məsələn. Bax bu çox ədli şəkildə olduğuna görə bunun sərbəst həddini tapmaq üçün x-in yerinə 0 yazmaq yetərlidir. X-in yerinə 0 yazsaq olacaq nə? Deməli mənfi 2 üstü 4, yəni 16.
Amma bu çox adi şəklində deyil. Burada başqa cür işləyirik. Burada necə yazırıq? Deyək ki, sərbəst həddini tapın. Artıq burada nədir? Ümumi həddin üstünü istifadə edəcəyik. T k plus 1 bərabər x üstündə a'nın yerində x durur, x kvadrat durur. X kvadratı üstündə komizon yazmaq unuttum, üzr sayın. Komizon n'dən k. Deməli, x kvadratı üstündə n minus k. N'dən isə də 6'dır. 6'dan k. X kvadrat üstündə 6 çıx k və mənfi 1 bölünsün x üstündə k. O da bərabər yazıram buradan. Komizon 6'dan k. X üstündə 12 çıx 2k. Bu da mənfi 1 üstündə k. Mənfi 1 üstündə k'nı ayrı yazıram. Qarşıda. Mənfi 1 üstü k'nı yazaq. Bu dursun burada. X üstü mənfi k. Düzdür. Bu şəkildə yazıram. Bu da Allah'ın bərabər. Yazıram mənfi 1 üstündə k'nı yazaq. Qarşıda komizon 6'dan k. X üstündə nə olacaq? 12 çıxılsın 3k. Bizə deyir ki, sərbəst həddi tapın. Yəni, dəyişən iştirak etməsin. Dəyişən iştirak etməmək üçün gərək nə olsun? Onun qüvvəti 0 olsun da. 0 dərəcəli qüvvət axı 1'ə bərabər olur. Ona görə deməli, x-in qüvvəti gərək bax bu nə olsun? 0 olsun. 12 çıxılsın 3k bərabər 0 olsun. Buradan k bərabər 4 alır. Deməli, k neçə olacaq? 4. Neçənci həddidir desə, onda burada k'nın yerini 4 yazırıq. T5. Deməli, bax bu çox ədlinin, bax bu binomun, deyir ki, 5-ci həddi sərbəst həddir və o sərbəst hədd nədir? Hesablayaq burada k'nın yerinə 4 qoysaq, mənfi 4 1 olacaq, komizon 6'dan 4, 6'dan 2 ilə eynidir 15. Təbii ki, x üstü 0 da elə 1 olacaq. Deməli, 5-ci həddi sərbəst hədd olacaq, o da 15'ə bərabərdir. Sərbəst həddi belə tapırıq. Növbəti, tutaq ki, belə verə bilər misalı. Deyə bilər ki, məsələn, tutaq ki, hər tip aid çalışacağım yazım. Tutaq ki, verə bilər necə? Məsələn, deyər ki, 5x üstə gələk 1'in üstü tutaq ki, 4. Necə yazaq bunu? Məsələn, deyər ki, sadə bir sual. 3-cü həddi tapın. T3. 3-cü həddi tapın. Təbii ki, k plus 1 3'dürsə, onda k 2'dir. Demək yazım belə, kombinizon T3 bərabər. Kombinizon 4'dən 2, 5x üstündə 4 çıx 2 və 1 üstündə 2. Bax bu 2. Unutmuruq, burada hər ikisi 2 olduğunu qarışdırmayın. O da bərabər kombinizon 4'dən 2 6 edir. 5'in kvadratı 25, x kvadratı vurulsun 1. O da bərabər 120, 150 x kvadratı olacaq. Deməli, 3-cü həddi 150 x kvadratı olacaq. Bax, bu binonun 3-cü həddi. Bu şəkildə ola bilər. Sonra necə ola bilər? Baxaq başqa. Məsələn, deyə bilər ki, ümumiyyətlə, bayaq gördünüz ki, deməli, yazmışdım belə də, a plus b üstündə n bərabər komizon n'dən 0'dan başlayırdı. Düzdür? A üstü n çıxılsın 0, b üstü 0'dan başlayırdı. Sonda kombinizon n'dən n, a üstündə 0, b üstündə n. Bax, bu şəkildə idi. Fikir verin, burada kombinizon əmsallarına baxın. 0'dan başlayır n'ə qədər. Belə çıxır ki, burada binomda həmişə n plus 1 dənə hədd olur. N plus 1 dənə hədd olur. Həddlərin sayı n plus 1 dənə olur. İndi burada nə zaman ortancıl hədd olur? Təbii ki, ortancıl hədd nədir? Tək sayda olanda olur da. N plus 1 tək olması üçün gərək n nə olsun? Cüt olsun. Deməli, məsəl üçün, tutaq ki, mən yazsam ki, tutaq ki, 2x minus 1'in üstü 5. Burada ortancıl hədd anlayışı yoxdur. Çünki burada 5 üstündə gələk 1, 6 dənə hədd var. 6 həddin ortancıl hədd olmur axı. Amma mən desəydim ki, 2x çıx 1 üstü 4, məsəl üçün 4 desəydim, onda burada nə olardı? 5 dənə hədd olardı. 4 üstə gələk 1, bərabər 5. 5 dənə hədd olar. Təbii ki, burada 5-ci həddi tapmaq mümkündür. Ortancıl hədd olacaq. 5 dənə hədd olacaq, 5 dənə həddin ortancılı olur. Və bu ortancıl həddini tapırıq. Bir də deyirəm, bir də vurğulayım. Ümumiyyətlə, A üstə gələk 1 üstündə 2 n şəklində olmalıdır ki, ortancıl hədd olsun. Və ortancıl hədddə k nə olacaq? 2n'in yarısı, 2n'in yarısı yarıya bölünməlidir, cüt olmalıdır. O da n olacaq. Deməli, ümumiyyətlə yazacaq bir t, k plus 1 bərabər kombinizon 2n'dən, bax bu 2n'dən n, fikirləşsə, bax bunun yarısı olmalıdır. A üstündə 2n çıxılsın n, yəni n, b üstündə n. Bax bu şəkildə olacaq. Ortancıl həddi bu formada olur.
Ortancıl həddin düsturu. Mesela bak buradan yanaşdıq oradan. Deməli 4-ün yarısını neçə eləyir? 2. Demək K2'dir. Yazıram kombinizon 4'ten 2. 2x üstünde 2. -1 üstünde 2. Bak bunun için deyirəm ha. Ortancıl həddi tapıram. O da beraber kombinizon 4'ten 2 15. 2x'in kvadratı olacaq 4x kvadratı. -1'in kvadratı 1. O da olacaq 60x kvadratı. Demək bak bu binomu açsam ortancıl hədd 60x kvadratı olacaq. Ortancıl həddi 1 tapırıq. Başqa hansı formada olur binomlar? Məsəl üçün belə ola bilər. Deyək ki, məsələn, mikser vaxtaşır düşür belə. Məsələn, tutaq ki, deyək ki, 3-cü həddən 2 üstə gələk və yaxud da çıx fərqi yoxdur, çıx olsun məsələn. 1 bölünsün kök altında 2. Üstündə olsun məsələn, tutaq ki, 100, heç bir fərqi yoxdur, 100. Deyək ki, bunun neçə rasional həddi var? Neçə rasional həddi var? Rasional həddi var. Bak ki verin burada 2 üstü kök altında 3-cü özündən 2 də irrasionaldır. Kök altında 2 də irrasionaldır. Rasional ne demek? Yani irrasional olmaz. Yani kök olmasın ümumiyyətlə orada. Neçə elə bir hədd var ki orada kök iştirak edəməsin. Kök radikaldan azad olmuş olsun. Rasional o deməkdir. Bunu yazmaq üçün yenə bak bu düsturdan istifadə edir. Yazıram PK plus 1. Biraz yaxşı yazım, pis yazdım. Yazıram PK plus 1 beraber kombinizon 100'den K. Zaten sayın soruşduğuna göre bu emsala ihtiyaç yok ama yeni yazırıq bu şekilde. Deməli birinci A'nın yerine bize durum ne? 2 üstünde 3'te 1'de düzdür. Yazım kök altı için önce bir yazım. Üstünde 100 çıxılsın K. Bu da -1'i yazırım burada. -1 üstü K'nı yazım. Bunu da yazım belə də. Deməli 2 üstünde 1 bölüsü yazmaq o. 1 bölüsü kök altı 2'nin üstünde K yazım. Her iki biri yazım. Kombinizon 100'den K. -1 üstünde K. Bu olacak ne? 2 üstünde 100 çıxılsın K bölünsün 3. Yok bir yazmayayım. 100 çıxılsın K bölünsün 3 bir yazaq. Bakın. 100 çıxılsın K bölünsün 3. Bu ise 2 üstünde menfi K bölünsün 2. O da beraber olacak ne? Kombinizon 100'den K. -1 üstünde K. 2 üstünde orta məxrac getirsem bunlar toplayıram axı. 6-cı dərəcə 6-cı məxrəcdən olacaq nə? 200 çıxılsın ne olacaq? 5 K. Düz yazdım mı? Bəli. Gördüğünüz gibi burada ne olmalıdır? K. Hem 3'e hem 2'ye bölünməlidir. Fikirlərin heç biri yazmasaq da buradan baxardıq. Bak K ne olmalıdır? Hem 3'e bölünməlidir. Hem de 2'ye bölünməlidir. Bir de yaza bilərik, bir de yaza bilərik. Buradan da yola çıxa bilərik. Fərqi yoxdur. K hem 2'ye hem 3'e bölünməlidir ki ne olsun orada? Kökdən azad eləyəsində. Hem 2'ye hem 3'e bölünədir ne deməkdir? Hem 2'ye hem 3'e bölünən təbii ki 6'nın mislidir. Demək K olacaq 6'ya bölünədir. Bir de neyəcək? Onda 6'ya bölünədir. Ne olacaq? 6x tutaq ki. Düzdür? K olacaq 6x. Biz görək buradan isə də K var. K'nın sayını tapmalıyıq. 6'ya bölünen 100'den tabii ki en çok 100 olar da. 100'den kiçik beraber. Buradan alacağım x kiçik beraber. Demek K yine deyirəm 6'ya bölünen olmalıdır. Oradan sayını tapmaq için indim 100'den. Demek 6'nı 100'e bölsəm neçə düşür? Ben tam hissəsi lazım zaten. 16 eləmin. 16. Deməli x olacaq neçə? 16. Deməli bizdə 16 dənə həddi rasionaldır. Yox, üzr sayın. Bir dənə də K'da 0 olan da olur. K'da olan da olur. Çünki 0 dərəcəli 0 axı həm 3'ə həm 2'ye bölünür. Deməli burada nə edik? 100'dən kiçik 16'ını götürdük. Tam isə 16 götürdük. Bir də 0'ı əlavə edirik hökmən. 16 üstə gələk 1. 1 vahid artıq olur. Çünki 0 da rasional olur orada. Deməli 16 üstə gəl 1. 17 dənə nəyi var? Rasional həddi var. Bu şəkildə tapırıq. Uzun getməmək üçün nümunə deyirəm. Məsəl üçün tutaq ki, qısa daha tez necə gedərik. Və məsəl üçün yazıram. Birini yazıram. Məsələn tutaq ki, kök 4-cü dərəcədən 3. Üstə gələk 1 bölünsün kök. 3-cü dərəcədən tutaq ki 3. Üstü məsəl üçün atıram 300 olsun. Deyər neçə rasional həddi var. Rasional hədlərin sayı. Bizə lazımdır həm 4'ə həm də 3'ə bölünədir. Deməli 12'yə bölünədir olmalıdır. 12x kiçik x fərqi yoxdur. X kiçik bərabər 300. Düzdür?
Mən bunun tam hissəsini götürəcəm. X kiçik bərabər 12 üstə 100-ə bölünür. Hə, 25 bölünür. Təbii ki, üstündə 1 gəldi. 25 üstünə 1. 26 dənə rasional həddi var. Uzun-uzun getməyə ehtiyac yoxdur. Bu şəkildə tapırıq. Bu şəkildə tapacağıq. Başqa necə yaza bilərik məsəl üçün? Elə belə. Başqa olmur elə bu formada. Ən çətin sual tipləri bunlardır. Yerdə qalanlar çox asandır, normaldır. Belə. Binom haqqında bu qədər. Sağ olun. Bu qədər.